Şiş xəstəliklərində o qidalar nəyi təmin eləyir? Onlar şiş hüceyrəsinin daxilində gedən proseslərə təsir eləyirlər. Niyə məhz amigdalin effekt verir? Çünki amigdalin məhz şiş hüceyrəsinin içində daxil olduqda nit deyilən bir maddə var. Onu məhz hüceyrənin içində buraxanda məhz şiş hüceyrəsi məhv olur. Amma bugünkü gün rəsmi onkologiyada qəbul olunmuş 3 dənə üsul var. Cərrahiyyə, kimya və şua. Bunlar təsiri şiş hüceyrəsinə yox, bütöv orqanizmə olur deyə orqanizm ondan daha zərər çəkir. Deyək ki, cərrahi əməliyyat olunanda geniş əməliyyat aparılmalıdır. Deyək ki, süd vəznində əməliyyat olunursa, regional limfa düyünləri də hamısı çıxarılmalıdır. Bu da limfastaza və bir çox fəsadlara gətirib çıxardır. Kimyəvi preparat verildikdə, bəli, kimyəvi preparatlar şiş hüceyrələrinin tez bölünməsinin qarşısını alır. Amma lakin orqanizmimiz daxilində bir çox bizə lazım olan tez bölünən hüceyrələrimiz var. Qan hüceyrələri, bağırsaq hüceyrələrimiz, saç hüceyrələrimiz, onlar da zərər çəkir. Ona görə subyektiv kimyəvi terapiyanın əleyhinə bir yerə tutmaq çətin olur ki, məhz şiş hüceyrəsinə şua təsir eləsin. Ətrafa da şua veriləndə, onlar problem yaradır və orqanizmə təsir edir. Ona görə elə bir üsullar tapmaq lazımdır ki, məhz onlar şiş hüceyrəsinə təsir eləsin, amma insanın sağlam hüceyrələrini zədə vurmasın. Bəs bu üsullardan biz istifadə edirik.